Bruno Bertucci sol cihazdan cəlbə meydançasına ötürmə və gol! Ruslan Qurbanov oyunun 9-cu dəqiqəsində Bertucci'nin əla oyununu xüsusilə qeyd etməliyik. Bruno Bertucci məhz o Rəvanın 2 futbolçusunun əhatəsindən çıxa bildi. Nə Novruz Məmmədov, nə də Rəvanın digər futbolçusu ona mane ola bildi. Ruslan Qurbanovun zərbəsi hesab 1-0 Neftçinin xeyrinə olur. Oyunun 10-cu dəqiqəsində Neftçi erkən qol vurmaq işinin ötəsindən gəlir. Ruslan Qurbanov 10-cu dəqiqədə hesab açır. Qarşısını aldı. Buna baxmayaraq Rəvan hücumu davam edir. Qapı var, söndürmə, gol! Varaya! Juan Manuel Varaya hesab bərabərləşdirir. 1-1. Argentinalı futbolçu Juan Manuel Varaya. Oyunun 17-ci dəqiqəsi artıq hesab 1-1'dir və bundan sonra hələ biz yəqin ki gol və yaxud gollar görəcəyik. Bu sonra da əvvəlcə səhv yol vermişdi və budur. Tamamilə boş buraxmışdı müdafiəçilər bu futbolçunu. Başla Varaya topu qapıdan keçirir. Həm Elvin Yunusadə, həm Carlos Cardozo bu futbolçunu boş buraxdılar və nəticə çəkdi. Neftçi futbolçularının sevinci. Qapı qarşısında daha bir ötürmə Flavinho. Flavinho qapıya zərbə və gol! Flavinho! 2-1. Ardıcıl gollar bu dəfə Flavinho'nun qolu. Hesab artıq 2-1. Neftçinin xeyrinədir oyunun 18-ci dəqiqəsi. Flavinho'nun qolu, bir daha hepsinin təkrarını Zirik. Müdafiəçilər, eləcə də qapıcı Lukas Tapela da heç nə bilmədi. Bu deməkdir ki, artıq əsas vaxtda yekunlaşacaq oyun. Əlavə vaxtı olmayacaq bu görüşdə. Flavinho'nun qolu. Hüseyin Axundov qaydanı pozmuşdu. Oyunun 54-cü dəqiqəsində Hüseyin Axundov da sarı vərəqə ilə cəza alınır. Və daha bir gol. Neftçi komandası 3-cü golu vurur. Oyunun 54-cü dəqiqəsində Bertucci. Bunun təkrarı sol cinatdan birbaşa qapıya gedir. Top əlbəttə ki, qapıçının səhvidir. Şübhəsiz ki, Lukas Tapela'nın səhvidir. Bertucci yaxın 9'a göndərir topu, ancaq yaxın küncü qorumağı, necə deyərlər, qapıçının əsas